Prezidentdən hərbi xidmətə çağırışla bağlı bir sərəncamı diqqətinizə çatdıracağıq. Qeyd edək ki, 20 may tarixdə gündəm xəbərin efirində isə bir sərəncamı diqqətinizə çatdıracağıq. Belə ki, Prezident İlham Əliyev Azərbaycan Respublikası vətəndaşlarının 2026-cı ilin iyulun 1-dən 30-na dək müddətli həqiqi hərbi xidmətə çağırılması və müddətli həqiqi hərbi xidmət qulluqçularının ehtiyata buraxılması haqqında sərəncamı imzalayıb və qeyd eləyək ki, sərəncama əsasən 2008-ci ildə doğulmuş və çağırış gününədək həmin gündə daxil olmaqla 18 yaşı tamam olmuş, habelə 1996 və 2007-ci illərdə doğulmuş, yaşı 30-a dək olan Azərbaycan Respublikasının silahlı qüvvələrində müddətli həqiqi hərbi xidmət keçməmiş və müddətli həqiqi hərbi xidmətə çağırışdan möhlət hüququ olmayan və ya müddətli həqiqi hərbi xidmətə çağırışdan azad edilməmiş Azərbaycan Respublikası vətəndaşları 2026-cı ilin iyulun 1-dən 30-na dək müddətli həqiqi hərbi xidmətə çağırılır və hərbi vəzifə və hərbi xidmət haqqında Azərbaycan Respublikası Qanununun 38.1.1-ci maddəsində nəzərdə tutulmuş xidmət müddətini keçmiş müddətli həqiqi hərbi xidmət qulluqçuları 2026-cı ilin iyulun 1-dən 30-na dək isə ehtiyata buraxılır və Nazirlər Kabineti bu sərəncamın icrası üçün qanunvericilikdə nəzərdə tutulmuş tədbirləri görməlidir, deyə sərəncamda bildirilir.